Gürcüstan Patriarxlığı Marneuli və Hucabi yeparxiyasının keçmiş qubernator müavini Georgi Şinçikaşvilinin ibadət hüququnun məhdudlaşdırılması ilə bağlı qərarını müvəqqəti dayandırıb. Bu barədə Gürcüstan Pravoslav Kilsəsinin genişləndirilmiş Sinod Komissiyasının 19 iyun tarixli iclasında qərar verilib. Marneuli və Hucabi yeparxiyasının yepiskopu Georgi Camdelyani müvafiq qərara etiraz edib və genişləndirilmiş Sinod Komissiyasının bu addımını prosedur və kanon pozuntusu kimi dəyərləndirib. Onun sözlərinə görə, istər ruhanilərin, istərsə də mülki şəxslərin cəzalandırılması və bərpası yalnız yerli episkopun və ya apellyasiya halında Sinodal Kilsə Məhkəməsinin səlahiyyətindədir. Episkop Camdelyani vurğulayıb ki, kanonik cəzanın, xüsusilə də ziyarətdən məhrum etmənin yalnız səlahiyyətli orqan və kilsə qanunlarına tam riayətlə ləğvi mümkündür. Onun fikrincə, bu cür qərarların bir tərəfli və ya səlahiyyətsiz şəkildə dəyişdirilməsi nəinki episkop institutuna, bütövlükdə kilsənin birliyinə təhlükə yaradır. O məsələnin yekun qərar üçün Gürcüstan Pravoslav Kilsəsinin müqəddəs sinoduna təqdim olunacağına ümid etdiyini bildirib. Qeyd edək ki, iyunun 8-də Marneuli kilsəsində bazar günü xutbəsi zamanı episkop Georgi Camdelyani onu zəhərləyərək öldürmək planının hazırlandığını iddia edib. Stat: "Məni öldürməyə hazırlaşırdılar. Bu şəxs hökumət üzvü və təhlükəsizlik xidmətinin əməkdaşıdır. Bir il ərzində mənim rahibəmi ələ alıb və onun vasitəsilə məlumatlar əldə etmişdi. Daha sonra məlum olub ki, episkopun ittiham etdiyi şəxs Kvemokartli qubernatorunun keçmiş müavini Georgi Şinçikaşvilidir."